suyunu kəsiblər. Prezidentin uğurlu inkişafına ləkə deməkdir bu. Qadının təcili suyunu açın deyə bilmirsən. 100 manat, nə bilim 50 manat borc olar da bu suya. O sunu sən cibindən verə bilmirsən. Ay o uğraş Rəcəb Babaşov. 7 ildir Qazağın sərvətini talan eləyirsən. Arvadı fahişə. Buyur bacı, buyur. Bəli, bəli. Hə, ona görə gəlirlər and olsun Allaha. İnan qapıda dururlar, qapında deyirəm, abala yoxum da, su pulum yoxdur, bir şeyim yoxdur. Yerin, gedin, kəsməyin deyirəm. İnan and olsun Allaha. Gəliblər, kəsiblər. Mən sonra baxam görəm ki, suyu kəsib gediblər. Su gəlmir. Dedim, o da suyu kəsib. İnan susuz qalmışıq. Bu Azərbaycanda zülüm çəkirik biz. Vallahi zülüm çəkirik. Əziyyət çəkirik. Uşaqlarımız əziyyətlə böyüyür bu Azərbaycanda. Rahatlıq verin ki, qoy rahatla böyüsün bu uşaqlar. Qoy əziyyətlə böyüməsinlər. Hamısı rahatla böyüsün. Nə istəyirsiniz axı bu körpə uşaqlardan? Nəyə görə susuz qoyursunuz? Nəyə görə qazsız qoyursunuz axı? Nə istəyirsiniz çörəksiz qoyursunuz axı? Nə qədər taliyib yeyəcəksiniz axı? Haqqını niyə yeyirsiniz körpələrin? Azad eləyəndə buraxanda bizdən əl çəkində, körpələrdən əl çəkində. Bu qara cəmaatdan nə istəyirsiniz axı? Gedin imkanlı adamlardan yapışın da. Nəyimiz var verək axı? Nəyimiz var? Heç nəyimiz yoxdur axı verək də. Bəsdirində əl çəkin də bizdən. Bu körpə uşaqları biz nə var axı? Necə dolandıraq bu körpə uşaqları? Bazı uşaq da ağladı. Allah köməyin olsun. Sən belə elə. Sən bir dənə get Rəcəb Babaşovun o icra hakimiyyətinə müraciət elə. Elə mənim adımdan da denən. Denən məni himayəvə götürsən, Elşad efirdən söz verib ki, Rəcəb Babaşov sənə dəyməyəcək. Sənin o 5 körpə övladının, nə bilim, evində suyu olsun, qarşıdan qış gəlir, qazımız olsun, nə bilim, yeməyimiz olsun, and olsun Allah, Rəcəb Babaşovdan işim yoxdur. Yox, səni himayəsinə götürməsə, sənin suyun açılmasa, uşaqlarıma baxmasa, Rəcəb Babaşov, and ola Allaha deyirəm, o fahişə arvadımın yatağından çıxmayacaq. Gəlinimin, o Elşan Babaşov var, Qalinvagenlə üçün Range Rover'ə minir. Peysər oğlumun arvadının yatağından çıxmayacaq Rəcəb Babaşov. Bu ananı himayəvə götürür. Bəs uğraşdırır. Sağ ol, sağ ol bacı, sağ ol. Sağ ol, uşaq durmur, ağlayır hə. Allah köməyin olsun, məni efirə qoşduğuna görə. Çox sağ ol. Sağ ol. Deməli, indi efirə qoşulur Zəki dayı. Görürsünüz, əzizlərim. İlham Əliyevə qoz qoymayan icra başçılarından biri də, bax, bu arvadını anası erməni, Şəmkir ermənisi olan Cavid Qurbanovun yatağından çıxarda bilməyən, şeyin boyda boyu olan, yanımda deyansa Allah'ın olsun şeyin boyda boyu var. Göt boydadır bax, göt boyda. Amma Qazağı talan edir. Rəcəb Babaşov, o qadını himayəvə götür, and olsun Allah'a arvadımın pastelindən çıxmayacaq. Aydındır. Azərbaycan xalqının vətəndaşlarının istiliyə görə 4,5 milyon manata yaxın borcu var. Baxın, səs vermə hüququ olan əhalinin sayı heç 4,5 milyon manat deyil, milyon nəfər deyil, amma 4,5 milyon manat istilik borcumuz var. Baxın, hər evin yox. Azərbaycanda 2 milyon yarım ev var. Yəni hər evə təxminən hər evin 2 manat istilik borcu var. Hər evin Azərbaycanda. Hər evin 2 manat istilik borcu var. Və yaxud hər adamın 1 manat istilik borcu var. Görürsünüz dəyərli vətənlərim, İlham Əliyev ölkəni necə məhv eləyib İlham Əliyev. Azərbaycanda keçən ay, təkcə keçən ay 8200 iş yeri bağlandı. Hələ indi görmüşük ki, ilin sonunda İlham Əliyevdə maaşları, pensiyaları qaldırmır, sosial müavinətlərə əlavələr yoxdur, olmayacaq, ayrılmadı pul gələn ilin büdcəsi üçün. Görürsünüz ki, dəyərli vətənlərim, ordumuzda da ixtisar olacaq, DSX-da, gömrükdə, hər yerdə ixtisar olacaq. Dəyərli soydadım, yəni bu boyda həngamənin qabağında belə İlham Əliyev heç olmasa bu ilin, hələ gələn il başlamayıb, ilin sonunda belə cəmaatın qanını qaratmamaq üçün qiymət artmamalıydı. Necə deyərlər, bu boyda işdən insanlar atılmamalıydı. Amma görürsünüz ki, gələn il necə faciəvi gələcəksə, onun artıq sindromları, ayaq səsləri elə hələ bu ilin sonundan gəlməkdədir dəyərli vətənlər.